uşaq hüquqları bütün uşaqların sağlam və xoşbəxt böyüməsi üçündür. Uşaqlar cinsindən, dinindən, yaşından asılı olmayaraq eyni hüquqa malikdirlər. Pulsuz təhsil almaq hər bir uşağın hüququdur. Hər bir uşağın istirahət etmək, asudə vaxtını təməli keçirmək hüququdur. Hər bir uşağın sağlamlıq hüququ var. Mən də uşağam, mənim də təhsil almaq hüququm var. Mən də uşağam, mənim də oynaya gəlmə hüququm var. 18 yaşına çatana qədər hər bir insan uşaq hesab olunur. Uşaqların da heyvanlara qayğı, sevgi göstərmə hüququ var. Hər bir uşağın ad və vətəndaşlıq hüququ var. Bütün uşaqların fiziki və psixoloji istismara qarşı qorunma hüququ var. Hər bir uşağın təhsil alma hüququ